ayı Ramazanda indi iftar süfrələri verilir. Çox hətta o günlərdə bir çağırış da oldu Ayna tərəfindən ki, bir iftar süfrələrinə gedilir. Ona görə avtomobillərdən az istifadə edin. Çox maraqlıdır ki, iftar süfrələrinə bəzən zənginlər öz dostlarını çağırırlar və iftar süfrəsi verirlər. Bu nə dərəcədə doğrudur? Yəni öz dost tanışını yığıb bir süfrə arxasında yemək, içmək, bu doğrudan bu Ramazana xidmət edən bir əməldir, yoxsa nə? Doğrudur, belə mənfi hallar çoxdur. Bunun da bir çox səbəbləri var. Bilirsiniz, öncə onu qeyd edeyim ki, Ramazan ümumi sosial bərabərlik ayıdır, həm də eyni zamanda. İnsanın mənəvi saflaşması ilə yanaşı, cismani paçılığı ilə yanaşı, fiziki cəhətdən onun pəhrizkarlığı, həm də sağlamlığı ilə yanaşı, həm də bu sosial bərabərlik ayıdır. Yəni, bu ayda varlı kasıb fərqi bilinməməlidir. Ən azı o insanlar ki, az qalırlar, susuz qalırlar, varlı da, imkanlı da, vəzifəli də, vəzifəsiz də, bunlar eyni hissləri yaşayırlar. Tutaq ki, eyni saatda iftar edirlər. Bax, bu ondan ötürüdür ki, bərabərlik olsun. Ən azı həmin müddətdə, həmin ay ərzində bərabərlik olsun. Və eyni zamanda iftar vaxtı da mümkün qədər oruç tutanlar bir süfrədə toplaşsınlar və iftar etsinlər. Oruç tutanları dəxli yoxdur. Oruç tutmayıb, maddi imkanı zəif olan həssas təbəqənin insanları ola bilər. Həm də bir birliyə çağırışdır. Təbii ki, bir birliyə çağırışdır, bir sosial bərabərlikdir, insanların həmrəyliyidir. Necə deyərlər, o hər iftar günü normal oruç tutanlar üçün o hər iftar saatı bir bayrama çevrilir. Bir kiçik bir sevinç bayramına çevrilir, sevinç anına çevrilir. Bax, bu nöqteyi nəzərdən yanaşanda, əlbəttə ki, varlı, imkanlı adam da ola bilər, olsun, çox gözəl. Ancaq onlar da həmin ayda kasıblara, imkansızlara ehtiram göstərməlidirlər. Yardım etməklə yanaşı, onları öz süfrələrinə dəvət etməlidirlər. Şərt onda deyil ki, məsələn, elə yardım edəsən, ondan sonra da üz çevirəsən, o elə bil borc qaytarmaq kimi bir şeydir, bir minnətli, belə deyək, yaxşılıqdır. Xeyr, əsas odur, o ünsiyyətin qurulmasından söhbət gedir. Orucun fəlsəfəsi, mahiyyəti o münasibətlərin qurulmasıdır, mənəvi saflıqdır. Yəni, insan tək özünə xeyir verməməlidir, həm də cəmiyyətə xeyir verməlidir. Tutaq ki, deyir, mən oruç tutum, özüm saflaşım, o dünyada da cənnətə gedim, kifayət elədir. Bu oruc olmadı, ibadət olmadı, bu alver oldu. Yəni ki, mən Allaha nəsə verim, Allah da mənə nəsə versin. Bu alverdir, bu ticarətdir. Ona görə bu olmamalıdır. Oruç tutan insanlar cəmiyyətə, insanlığa, ümumiyyətlə bəşəriyyətə bir nur saçmalıdırlar. Yəni, öz əməlləri ilə, öz xeyirxahlıqları ilə imkanı olan maddi cəhətdən bu işləri görməlidir. Elmi savadı olan, tutaq ki, bir öz maarifləndirici təbliğatı ilə, öz xoş ünsiyyəti ilə bunu etməlidir. Hər hansı bir bacarığı, qabiliyyəti olan insanları o sahədə, belə deyək ki, mənəvi cəhətdən qidalandırmalıdır. İmkanlı adamlar, bəli, təəssüf olsun ki, bəzən biz bunu sosial şəbəkələrdə, mediada da izləyirik. Toplaşırlar bahalı restoranlara və yaxud da öz həyətində, mənzilində harda imkanlı adamları və öz təbəqəsindən olan adamları və çox zamanda oruç tutmayan adamları dəvət edirlər orada. Necə deyərlər, bir də belə bir içki əksik olur. Qalan hər şey, belə deyək ki, yeyib içmək, məclisləri da bu orucla düz gəlmir bu. İkinci bir tərəfdən kim edirsə edə bilər, özünün indi öz işidir. Amma da belə şeyləri reklam etmək, belə şeyləri yayımlamaq başqa insanlarda da ya mənfi təəssürat, ikrah yaradır, ya da ki, onlar da elə görüb götürür ki, bu elədi, mən də gedim bunu reklam edeyim. Və bu yaxşı olar ki, həmin məclislərə imkansız insanlar dəvət olunsun. Mən görmürəm ki, tutaq ki, bir imkanlı adam bir dəfə bir 100 nəfər, 200 nəfər bir şadlıq evinə çağırsın, dəvət göndərsin və yaxud da iftar saatı elan eləsin. Və özü də gəlib oturur onlarla bərabər. Özü də gəlsin orada otursun. Ancaq görürsən ki, yox, həmin adamın özünün təbəqəsində olan adamları yığırlar. Elə bir iclasdır, konferansdır. Məsələn, bununla iftarın fərqi olmalıdır. Və gizli yaxşılıqlar edilməlidir. Elə çox şeyi də aşkara vurub reklam eləmək lazım deyil. İnsanlara, necə deyərlər, o sağ əlin verdiyini deyir, sol əl bilməməlidir. Amma ki, bu restoranlarda çox zaman, bax, bu ənənə şəklini alıb, özü də çox qiymətləri də bahalaşdırıblar. Elə mən ona gəlmək istəyirdim ki, çox maraqlıdır ki, bax, bu Ramazan günündə biz bərabərlikdən danışırıq, biz niyyəti gözəl olmaqdan danışırıq, Ramazanın fəzilətindən danışırıq. Amma iftar süfrəsi açanlar, məsələn, kafelərdə, restoranlarda olduqca baha qiymətə iftar süfrələri təklif olunur. Yəni, bu nə dərəcədə uyğundur? Qiymətlərin belə fantastik dərəcədə təklif olunması. Bilirsinizmi, öncə onu qeyd eləmək lazımdır ki,
iftar süfrəsi pulla olmaz. Yəni bu qarşılıqsız olan bir şeydir. Ehsandır, iftar süfrəsidir, qurban ətidir. Bu şeyləri biraz insanlar gərək bunu bilsinlər. Bunu bu adiyyatı bu üzrə maarifləndirilməlidir bu insanlar. Bu yanlış istiqamətə gedir bizim cəmiyyətimiz bu sarıdan. Məsələn, Qurban Bayramında görürsünüz ki, qəssablar ya əksəriyyət yerində, indi adam da bəlkə bilmir, mən onu qınamıram. Qurban əti yazıbdır və o da satır kilosu filan qiymətdə. İnsanlar da gedir onu alır. Çoxu bilmir. Elə bilir ki, o aldığı da qurban əti sayılacaq. Xeyr, o qurban əti deyil. İmkanın yoxdur ki, ət al, pişir, yeginən. Da onu qurbana calayıb o ibadətlə o xurafatı qarışdırmaq lazım deyil. Və eyni zamanda iftar süfrəsi sən. İndi restoranlarda görürəm ki, kafelərdə yazıblar iftar məclis, iftar süfrələri, nə bilim mən, tutaq ki, o şeylər təqdim edirlər, müəyyən müxtəlif növ yeməkləri bir löğündə belə deyək. Onun da müxtəlif qiymətləri var və bununla da bağlı həqiqətən ciddi etirazlar var. Çünki məsələn adi 30 manata olan yeməyi təqdim edirlər 40 manata, 50 manata və bahalı. Sanki bir fürsətçilik yaranıb. Bu Ramazan ayında hansı ki müsəlman ölkələrin çoxunda və eyni zamanda bizim ölkəmizdə də imanlı vicdanlı adamlar əksinə qiymətləri endirib insanlara bir səxavət göstərib savab qazanırlar. Amma bu bəzi insanlar deyək ki, bu fürsətdən istifadə, sui-istifadə edib, daha çox qazanır və daha çox əslində günah qazanırlar və mən deyərdim ki, o cür insanlar həqiqətən imanını satmış insanlardır. Düzgün deyil. Və adi deyim ki, məsələn, tıxac yaranır, insanlar, mən özüm şahid olduğumu deyirəm, elə 1-2 gün bundan əvvəl iftar vaxtı gəldi, keçdi, 2 saata yaxın biz şəhərdə tıxacda qaldıq. Bunun da səbəbi odur ki, insanlar o restoranlara meyl eləyir. Tutaq ki, işdən evinə gedib sata bilmir. Bilir ki, 2 saata gedib satacaq. Ona kimi də iftarın vaxtı keçəcək. Məcburdur bu hardasa bir kafedə otursun, iftar eləsin. Və o da gəlir o baha qiymətlə üzləşir. Narazılıq yaranır. Və yaxud da ki, orucunu açılmayan insanlar əsəbləşdi, gərginlik keçirdi. Məsələn, avtobusda mən gördüm ki, insanlar biraz halı pisləşən oldu filan. Tıxac yaranır. Yəni bu elə bir özünə fayda verirsən, amma başqasına ziyan verirsən. Bu İslamda bu bəyənilmir. Bəzən insanlar cümə namazına böyük maşınlarla gedir. Maşınları da məscidin yanında saxlayırlar. Böyük bir tıxac yaranır. İnsanlar əsəbləşir, orada gəlir. Sən indi gedib 2 rükət namaz qılıb cənnətə getmək istəyirsən. Amma bu yüzlərlə adamı yolda bu din deyil ki, bu din deyil, bu ticarətdir, bu alverdir. Ona görə bu kafeləri, restoranları işlədənlər də əgər bilmirlərsə bilsinlər. Heç olmasa o sözü silmək lazımdır ora. İftar süfrəsi sözünü silmək lazımdır. Bu iftar deyil. Sən sadəcə kafe, restoranında həmişəki kimi insanlara yemək təklif edirsən. İnsan da gedir onu iftar niyyətindən də yeyə bilər. Heç oruç tutmuyor, belə də yeyə bilər. Da sən iftarı niyə satırsan? Adını iftar qoyub ondan alıver məqsədinə. Bu elə bir nəyə bənzəyir? Mən evimdə iftar məclisi təşkil eləmişəm. Gəlir hamı iftar eləyəndən sonra bir dəftər siyahısı çıxardıram bura ki, hədə bir 20 manatdan 30 manatdan yazın bura. Bu buna bənzəyir. Yəni bundan başqa bunun cavabı yoxdur. Yəni bu o adı qoymaqla insanlar da gedib orada yeməməlidirlər.